Bir daha vaxtınız xeyir olsun değerli futbol severləri. Yeni U9 Azərbaycan çempionatındayıq. Vətən ilə Troya bu dəfə münasibətləri aydınlıq gətirəcək. Heyətləri sizi tanış edək. Vətən komandasında 7 Nurlan Babayevdir, 20 Murad Nəsirli, 5 Fikrət Beybutov, 4 Həsən Cəfərli, 14 Mərdan Cəfərlidir. 22 Kənan Hacızadə, 15 Adəm Dadaşov, 19 Rəsul Dadaşov, 8 Kəmran Hacızadə, 9 Ral Məmmədov, 11 Ömər Kan, 3 Əli Cəfərli, 6 Surxay İsmailov, 10 Əli Həsənli və qapıda isə 1 Həsən Kərimli olmalıdır. Amma deyəsən fərqlilik olacaq. Qalkiper mövqeyində Surxay İsmailovu hələ ki görürük. Beləliklə, maç başlayır ənənəvi. Sarılı qaralı geyimdədir Vətən klubu. Hər iki tərəfə uğurlar arz edirik. Troya bordolu geyimdə çıxış eləyir. Əli Həsənli topladı. Top Troya klubunda qalır və müdaxilə var. Out. Yan xəttən bu dəfə Vətən klubunun oyuncuları top oyuna daxil edir. Ömər Kan. Nəvi sol canlı hücum cəhdi Ömər Kandan ötürmə baba istiqamətinə və azacıq zərbə ayağı çatmadı topa. Altı Troya yerini itirir. Əli Həsənli top ələ keçirdi. Zərbə olacaq amma Ömər Kan və top orada. Qarşılığı yaranmışdı Troyanın cərmə meydançasında və bundan maksimum yaralanır. Türk əsərli legioner nömrə 11 Ömər Kan. Ömər Kan hesabı 1-0 etdi. Sadə qurulan hücumdan Vətən klubu qarşılaşmanın demək olar 2-ci dəqiqəsində hesabı açdı. Kan. Ötürmə sağ cinata. Əli Həsənliyə gəlir top. Qaydan top var. Üçüncü ötəsinə ayaqla ötürdü Dadaşov. Amma Əli Həsənli topu düzgün ram edə bilmədi. Əla hərəkətlər idi az öncə Rəsul Dadaşovdan. Babayev topladı. Kan, Ömər Kan. Babayev birbaşa zərbə və bu dəfə top qapının üstündən keçdi. Vətən klubu ənəvi olaraq ilk dəqiqələrdə rəqib qapısına təzyiqini davam etdirir. Və bu təzyiq nəticəsində artıq bir dəfə maksimum yaralanıblar. Mərdan Cəfərli indi topladı. Dadaşov geriyə Həsən Kərimliyə gəlir top. Dadaşov sol cinahla Ömər Kan topla irəliyir. Kandan ötürmə Əli Həsənli bir toxunuşla zərbə və o toxunuş isə ideal alınmadı. Götürmə səhvi. Babayev. Yenə Babayev və top qapıdan alala keçdi. 4-cü dəqiqə və artıq 1-0. Erkən gol istəyini ənəvi olaraq reallaşdırıb Vətən klubu. Sağ cinahla Troya hücumu başlaya bilər. Qayda pozulur. Ömər Kan qaydanı pozmuşdu. Üç nəfərdən ibarət canlı səhət var. Buna baxmayaraq canlı səhətdə açdı top Həsən Kərimli. Öz mövqeyində yaxşı oynayır ikinciden zərbə. Kan. Babayev topladı. Ömər Kan qayda pozuntusu yoxdur.
En sağda Elesani topu istəyir, onu ünvanlanır top, amma yenə çox qüvvətli alındı. Ötürmə çox qüvvətli alınmışdı. Babayev. Babayev qapısına qaydan top və top orada. Ən əzimkar gol idi buna demək olar. Babayev neçə cəhətdən sonra istəyini reallaşdırır, qapıcıya şans vermir və hesabı 2-0'a çatdırır. Vətən 2, Troya 0. 6-cı dəqiqə. Elesani. Qalkiber top oyuna daxil etməlidir. Baş məşqi olsunda Vətən klubunda Yusuf Quliyev. Bugün komandası üzərində tapşırıqlarını məhsul verəcək. Merdan Cəfərli. Resulullah Daşov. Top itkisi var, amma zərbə geridə qalmır. Elesani. Top Turay'da. Dadaşov. Yine top itkisi, zərbə var. Elesani blok koydu. Dadaşov. Kanı yaxşı tapdı. Ömer Kan. Yine top Troya'da. Uzaq məsafədən zərbə və bu zərbə ümumiyyətlə için əliyyata qalmır. Out. Divar ötürməsi yaxşıdır. Babayev. Out. Yan xətdən Troya klubu topu oyuna daxil etməlidir. Ömer Kan. Elesani. Çox dar alana girmişdi əli və elə qaydanı da özü pozdu. Dadaşov. Merdan Cəfərli ilə oynuyor. Ar ötürməsi çox qüvvətli alınır və top meydançanı tərk etdi. Yine Kan topladı. Oyuncular topu ele geçirmeye yakın idi. Merdansi ortalayır. Elesani. Resulullah Daşov. Yine Merdan. Nurlan Babayev. Out. Kan. Ömer Kan. Və Elesani nəhayət hissəyini reallaşdırdı. Ömer Kanın zərbəsindən sonra qapçıdan qaydan topa birinci toxunur. Elesani'dən gəlir. 3-0. 9-cu dəqiqədə fərq 3 topa yüksəlir. Yine bir qayda pozuntusu və cərmə zərbəsi Troya. Fikrət Beybutov əvəz etmələr etdi Yusuf Quliyev. Əli Cəfərli. Vətənin kapitan az öncə toplaydı. İndi əksişim şansı Troy'da ola bilər. Zərbə macal axtarırlar. Ötürmə də çatdı, amma yaxşı ki ünvana çatmadı ara ötürməsi. Hesab dəyişməyə çox yaxın idi. Beybutov. Out Vətən. Nəsirlinin ötürməsi.
Az öncə Hacızadəyə, Hacızadənin isə qeydiyə gümalanı ötürmə. Bebitov. Ali Cəfərli. Nəsirli ilə oynayır. Murad Nəsirli topladı. Geriyə qaydan top Həsən Cəfərlidə. Bebitov. Ali Cəfərli. Yenə Ali. Divar ötürməsi əla. Ötürməsi sol cinatda zərbə lazımdır artıq amma o zərbə o qədər yaxşı alamadı. Hakim isə qərarı penalti. Troyanın qapısına penalti təyin edilir 50 oyuna görə. Penaltini isə nömrə 20. 20 nömrəli futbolçu Murad Nəsirli yerinə yetirəcək böyük ihtimal. Haydi Murad. Sezonda ilk qolunu səhv eləmirəmsə vura bilər. Yaxınlaşır topa Murad Nəsirli və top qapıdan təəssüfkarlığa keçdi. Yenə Murad. Ali Cəfərli. Bebitov. Out və tən. İndi Murad Nəsirli fərqlənir. 4-0 edir hesabı. Mən buradayım, narahat olmayın deyir Murad Nəsirli. Baxmayaraq ki, penaltini qaçırmışdım. Ötən həftələrdə bənzər bir epizod yaşandı. Söhbətinə hansı epizoddan gedir? Peşkar futbol karyerasında Ronaldo'nun penaltini qaçırdıqdan sonra uzaqdan vurduğu fantastik golun bənzərini yaşatdı Murad Nəsirli. O da eyni zamanda penaltisini qaçırır, ardından isə baxımlı qola imza atır. 4-0'dır artıq hesab. Vətən ənənəvi olaraq ilk hissədə maçın taleyini əldə etməyə çalışır. Ali Cəfərli inadla topu qazanır. 2 oyuncudan sıyrılma üzrədir və ona qarşı qayda pozuntusu. Həsən Cəfərli. Ötürmə səhvi və bu səhvdən yaralama çalışdı. Nəsirli alınmadı. Yenə Ali Cəfərli. İlk birdən qaydan top var. Son zərbə isə 22 nömrəli futbolçu Kənan Hacızadədən gəldi geridəki. Ali Cəfərli. Dəfə çox qüvvətli alındı zərbə və yenə hesab dəyişmədi. 14-cü dəqiqə. Hacızadə. Ali Cəfərli. Out. Vətən. Bebitov. Özü yoxladı şansını. Qapışdan qayıdan top və top torda. 5-ci qolu vurur Vətən. Bebitovun zərbəsindən sonra qapışdan qayıdan topa dəqiq zərbə indirir Kənan Hacızadə. Dirəkləri və toru bir zərbə ilə silkələdi. 5-ci topu tora daxil etdi komandasının adına. İkinci hissəyə daha rahat yollanmaq istəyir Vətən klubu.
Yine Hacızadə. Yine qalıb bir dəfə etdim. Qayda pozulur və cərimə zərbəsi. Top qapıdan aralı keçdi. Nəsirli idi zərbənin müəllifi və hesab dəyişməz olaraq qalmış. Həsən Cəfərli. Out. Vətən. Qəddəm dəfə Troya klubu top oyuna daxil etməlidir. Həsən Kərimli Vətənin qalqı biri top oyuna daxil edəcək. Növbəti alt Vətən. Həsən Kərimli. Kamran Hacızadə ilə oynuyor. 8 nömrəli oyuncu. Top Troya'da. Sığırtalarlar boş qapıdan çıxartdı Hacızadə və indi əksüm şansı ola bilər. Out Troya. Stiləsində Kənan Hacızadənin zərbəsi sadəcə qapıcı uzanaraq müdaxilə edə bildi. Amma nədənsə 6-cı qol elə ilk hissədə gözləyirəm. 2-cü zərbəsi. Surqa İsmailov Bebtovla oynayır. Kamran Hacızadə. Həsən Kərimli. Həsən Cəfərlidən Əli Cəfərliyə doğru ötürmə və top orada. Elə dediyim kimi oldu yenə. 19-cu dəqiqə cəmi bir neçə saniyə sonra vurğuladığım sözdən sonra Əli Cəfərli 6-cı qolu vurur Vətənin adına. 6-0. Hər zamanki kimi təcrübəm məni yanıltmadı. Həsən Kərimli top oyuna daxil edəcək. İlk hissənin sonuncu dəqiqəsi. Əli oyun cərmə zərbəsi. Yenə Əli. Ötürmə mükəmməl və 7-0. Çox istəyirdim deyim ki 7-ci qolu gözləyirəm. Riskə getmədim amma Həsən Cəfərli elə doğma qardaşı Əli Cəfərlinin ötürməsini tora qovuşturdu. 7-0.
İkisi də əsas vaxtın son saniyelərində vuruldu bu gol. Out. Vətən. Həsən Cəfərli topladı. Əli Cəfərlini yaxşı tapdı. Zərbə olacaqmı? Oy. Bu gol olsa artıq birbaşa Ballon d'Oru vermək lazım idi Əli Cəfərliyə. Elə bu yaşdaca. Bədəni ilə qalkiperi allatdı, amma son müdaxilə yenidən komandanı qoldan xilas etdi. Beybetov. Yaratır mesela. Yine Beybetov. Əli Cəfərli. Həsən Cəfərli ilə oynayır. Çarpaz zərbə və top qalkipirdə. Oyun başı kimi 2 sənə bitirdi. Vətən 7, Troya 0.